Salamlar bir daha. Bu videoda bugünkü olan imtahanın, yəni aprelin 13-ü olan 9 siflər üzrə buraxılış imtahanından reading hissəsini ətraflı izah edəcəm. Növbəti videoda isə listening və writing hissələrində ətraflı izahını verəcəm. Ə, Digər video ilə bunun arasında bir qədər müddət oldu, çünki şagirdlərim imtahandan hamısı gəldilər və onları yoxladıq. Ümid edirəm ki, bütün hamının nəticələri ürəyinizdədir. Maşallah olsun. Mənim şagirdlərim də o çəkdiyimiz əziyyəti, gecə-gündüz çalışdığımız əziyyətin hamısını geri qaytardılar. Demək olar ki, bir qrupumda xüsusən də olan uşaqlar hamısı 95-dən yuxarı və hələlik bildiyimizə görə ən aşağı balla hesabladım ki, mən heç vaxt balı yuxarıdan demirəm uşaqlara ki, az gələndə məyus olmasın. Əksinə, məsələn 98 yazacaqsa 95 deyirəm ki, yəni bal artıq çıxanda daha da sevinsin. Və 4 nəfər də minimum hesablarımıza görə 100 olacaq, hətta arta da bilər. İnşallah ki, hər birinizə uğurlar arzulayıram. Nə qədər əziyyət çəkirsinizsə, onun qarşılığını mütləq və mütləq görəcəksiniz. Bunu hər zaman yadınızda saxlayın. Və ayın 20-si və 27-si imtahan verəcək uşaqların hər birinə uğurlar arzulayıram. Bunu yadda saxlayın ki, bu PDF-i mən sizə Telegram kanalında göndərəcəm. Mütləq artıq demək olar ki, yəni güdürəm. Mütləq və mütləq siz o PDF-i videolarda baxmamışdan öncə işləyin, görün nə qədər yazacaqsınız. Ondan sonra açarsınız video izahlarını, ətraflı baxarsınız ki, hansısa hissələrdə nə niyə olmalı idi. Gəlin başlayaq reading suallarını izah eləməyə. Bir daha hər birinizə uğurlar. Join our summer camp for kids today. Deməli, uşaqlar üçün olan bizim yay kampımıza qoşulun. We have fun games, art and competitions. Yəni bizdə nə olacaq deməli, maraqlı oyunlar, incəsənət və müsahibələr var. You can also make new friends here. Siz həmçinin burada yeni dostlar edinə bilərsiniz. There will be a special discount for the second child of the same family. Eyni ailədən olan ikinci uşaq üçün xüsusi endirim olacaq. It is the last day for signing up. Qeydiyyatdan keçmək üçün son gündür. Deməli, burada bizə məlumat verilir ki, əsas qeydiyyatın sonuncu günüdür. Gəlin baxaq. This count is for all kids who can participate in the camp. Endirim kampda iştirak edəcək bütün uşaqlar üçündür. Xeyr, hər kəs üçün deyildir. Ailədən olan ikinci uşaq üçün endirim vardır. Only one child from family is allowed to attend the camp. Ailədən yalnız bir uşaq üçün düşərgəyə qoşula bilər, yəni icazə var. Xeyr, iki də ola bilər. The camp provides children with different activities. Kamp uşaqları müxtəlif fəaliyyətlər təşkil edir. Bəli, cəbəni doğrudur. Signing up for the camp will last till the end of the next week. Düşərgəyə qeydiyyat gələn həftənin sonuna qədər davam edəcək. Əksinə deyir ki, qeydiyyat bugün bitəcək. The second child of the family can attend the camp for free. Ailənin ikinci uşağı kampda pulsuz şəkildə iştirak edə bilər. Pulsuz demirdi, deyirdi ki, endirim edilə bilər. Ona görə olacaq 5-də sev. 6. Dear Jessica, əziz Jessica. Thank you, orada hörmətli ola bilər. Thank you for applying for the job as a lawyer. Demək, hüquqşünas vəzifəsi üçün müraciət etdiyiniz üçün təşəkkür edirik. We would like to invite you for an interview at 11 a.m. on Tuesday, September 21st at our office. Sizi sentyabrın 21-i saat 11-də, ikinci gün müsahibəyə dəvət edirik. Sonra, you will meet with the head of our company, Emily White, and the interview will last for about 45 minutes. Deməli, müsahibə şirkətimizin rəhbəri Emily White ilə olacaq və 45 dəqiqə davam edəcək. If you have any questions or wish to change the interview date, please ring or email me by September 12th. Hər hansı sualınız və ya tarix dəyişiklikləri üçün bizimlə 12 sentyabra qədər əlaqə saxlayın. Best regards, hörmətlə Sophia Harris, HR Assistant. Demək, Sophia Harris, insan resursları üzrə köməkçi. A bəndi. The job interview will last less than half an hour. Müsahibə yarım saatdan az davam edəcək. Bu səhvdir. Çünki 45 dəqiqə deyil. Half an hour yarım saatdır. 45 dəqiqədə yarım saatdan çox axı. Düzdürmü? 30 dəqiqədən çoxdur. Ona görə less than yox, more than olmalıydı. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Deyir ki, Emily White əgər Sophia ilə görüşəcək, əgər Jessica tarixi dəyişsə, əksinə, orada yəni interview vaxtdan görüşəcəkdir. Bunun dəxilsiz bir cavabdır. Jessica applied for the job as a head of the company. Jessica şirkətin rəhbəri vəzifəsinə müraciət etmişdi. Xeyr, orada deməli hüquqşünas olmaq istəyirdi. If Jessica has any questions, she won't be able to phone or email HR assistant. Jessica'nın sualı olsa, HR köməkçisi əlaqə saxlaya bilməyəcək, əksinə saxlaya biləcəkdir. Jessica is invited to the interview on September 21st. Jessica müsahibəyə 21 sentyabrda dəvət olunub. Bəli, yebəndi doğrudur. Deməli, 6 olacaq yebəndi. Hi Jane, salam Jane. You are invited to my birthday party. Səni ad günümü məclisimə dəvət edirəm. It will be on Saturday at 3 p.m. at my house. Şənbə günü saat 3-də mənim evimdə olacaq.
You have to wear a special costume for the birthday party. Ad günü üçün xüsusi geyim giyməlisən. See you soon. Tezliklə görüşənə qədər. Kindly, yəni səmimi qəlbdən Carla. Deməli, Carla nə edirdi? Jane-i ad gününə dəvət edirdi və orada xüsusi paltar geyinməli idi. Bəli. Yəni kim geyinməlidir? Jane. Carla will celebrate her birthday alone. Carla öz ad gününü tək qeyd edəcək. Alone deyil, bəs dostunu dəvət edirdi. The birthday party will be held in the restaurant. Restoranda keçiriləcək. Xeyr, evdə keçiriləcəkdir. The visitor should wear official dress for the birthday. Qonaqlar rəsmi paltar geyinməlidirlər. Əksinə, official demir, deyirdi ki, xüsusi. Jane would wear a specific dress for the birthday. Bəli, D bəndi doğrudur. Jane xüsusi paltar geyinməlidir. Burada da nə deyirdik? Specific costume. Da special costume. Jane can participate at the party on Monday. Xeyr, birinci gün deyildi. Bəs ad günü axı 6-cı gün keçirilir. Demək onda 6-cı gündə iştirak etməli idi. Read the passage and fulfill the task from 8 till 12. Mətni oxuyun və tapşırıqları 8-12-yə qədər tamamlayın. Lake Aral or the Aral Sea is situated in Central Asia. Deməli, Aral gölü və yaxud da ki ona Aral dənizi deyirlər. Deməli, Mərkəzi Asiyada yerləşir. The name of the sea means Sea of Islands because of the main islands in it. Dənizin adı Adalar dənizi deməkdir, çünki onun içində çoxlu adalar var. The Aral Sea has two main sources of water, the Amur Darya and Sir Darya rivers. Aral dənizinin iki əsas su mənbəyi var, Amur Darya və Sır Darya çayları. It has cold winters and hot summer. Onun soyuq qışları və isti yayları olur. The area gets very little rainfall. Əraziyə çox az yağış düşür. The Aral Sea was once the fourth largest lake in the world. Aral dənizi bir vaxtlar dünyanın 4-cü ən böyük gölü idi. However, the sea started to disappear in 1690s as most of the river water which ran to the Aral Sea was used for watering cotton fields before it reached the sea. Okay, belə cümlədə gedə bilərik. Deməli, lakin 1960-cı illərdən etibarən dəniz yox olmağa başladı. Disappear var burada. Nasıl nəsə problemi var? Okay. As most of the river water which ran to the Aral Sea was used for watering cotton fields before it reached the sea. Deməli, belə ki, Aral dənizinə axan çayların suyu dənizə çatmazdan əvvəl pambıq sahələrinin suvarılması üçün istifadə olunurdu. So, the direction of these rivers changed. Beləliklə, çayların istiqaməti dəyişdi. At the end of 19th, the sea lost so much water that three different parts of the sea were formed. 1900-cü illərin sonunda dəniz o qədər su itirdi ki, artıq üç müxtəlif hissəyə bölündü. Yəni sular o qədər quruldu ki, yəni elə üç hissə yarandı onda. The changes to the Aral Sea are a serious danger for the environment and human health. Aral dənizindəki dəyişikliklər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. In the past, the Aral Sea had plenty of fish and sea products. Keçmişdə Aral dənizi çoxlu balıqları və dəniz məhsulları vardı. Now, fresh water sources are reduced and health problems have appeared. İndi təmiz su mənbələri azaldıldı və sağlamlıq problemləri meydana çıxdı. The fishing business in the sea area is destroyed. Bu ərazidə balıqçılıq sahəsi tamamilə məhv oldu. Today, only 10% of the sea exists and it will get dry in future. Bugün dənizin yalnız 10% qalıb və gələcəkdə tamamilə quruyacağı gözlənilir. Gəlin baxaq 8-ci suala. What is the passage mainly about? Nə ilə bağlıdır? The island surrounded by the Aral Sea. Deməli, Aral dənizi ilə əhatə olunmuş adalar. Biz adaları xüsusiləşdirməmişik, ona görə A-bəndini götürə bilmərik. Fish and other sea products, balıq və digər dəniz məhsulları xüsusiləşməmiş qeyd olunmaz. The sea in the danger of disappearing, dəniz hansı ki yox olma təhlükəsindədir, ona görə C bəndi doğrudur. The climate of the Aral Sea, demək Aral dənizinin iqlimi, xeyr burada təkcə iqlimini demirik. The rivers watering cotton fields, burada çaylar cəmliyib olunur, aydındır. Çünki biz bir dənə çaydan danışırıq, da ki Aral, əslən çay da tam deyil. Burada tam xüsusi olaraq biz çayları vurğulanmamışdıq, ona görə bu da səhvdir. Cavab olacaq C bəndi. Hansı səhvdir? Today the Aral Sea is one of the world's largest lakes. Bugündəki Aral dənizi dünyanın ən böyük göllərindən biridir. Xeyr, əvvəl idi bu. Deyirdi ki, əvvəl 4-cü idi. Bu nə idi? Once, bir zamanlar, keçmiş zamanda. Ona görə elə A bəndi səhvdir. İndi bir opsiyada baxaq. The name of the Aral Sea is connected with islands. Doğrudur. Very little rain falls on the Aral Sea. Aral dənizindən çox az yağış yağır. Bu da doğrudur. There are a lot of islands in the Aral Sea. Aral dənizində çoxlu adalar var. Bu da doğrudur. The Aral Sea started to disappear in the second half of the 20th century. Deməli, Aral deməli
Aralıq dənizi 20-ci əsrin ikinci yarısından sonra yoxlamaya başladı, doğrudur. To complete the sentence according to the passage, mətni istinad edərək cümləni tamamlayın. The Aral Sea receives water from two main water resources. Bəli, doğrudur. Gəl göstərim o hissəsini. Aral dənizi bizə hardan sular əldə edirdi? Amudərya və Sırdərya çaylarından. Ona görə cavab olacaq A bəndi. Is now used for the fishing industry. Əksinə indi istifadə olunur, çünki qurut deyib, orada bunu tamam dayandırıblar. Gained a lot of water at the end of the 90s. Əksinə suyunu çox itirir bu vaxtda. Has warm winters and cold summers. Yerlər dəyişməlidir. Cold winters, warm summers olmalıdır. Is full of fresh water sources. Əksinə azdır. Demək ki, yoxdur. What was the purpose of the changing direction of the rivers running to the Aral Sea? Orada yəni çayların istiqamətini dəyişməyin əsas məqsədi nə idi? Orada uşaqlar to water cotton fields, yəni pambıq tarlalarını sulamaq idi. Water'ın isim kimi mənası sudur, fiil kimi mənası sulamaqdır. Sonra 12-ci suala baxırıq. Which statements are true according to the past? Hansılar doğrudur? As the Aral Sea dries, it becomes a danger for the environment. Doğrudur. Yəni o der quruduğuna görə Aral dənizi quruduqca ətraf mühitə təhlükə yaradır. City parks were formed on the Aral Sea because of the heavy rainfall. Okay. Bu səhvdir. Çünki orada heavy rainfall-a görə olmamışdı. Əksinə su qorunmuşdu deyə üç hissəyə ayrılmışdı. Bu səhvdir. Today only a little part of the Aral Sea exists. Bəli, doğrudur. Çox az hissəsi mövcuddur. Exist mövcud olmaq. The level of the water in the Aral Sea will rise in the future. Əksinə oradakı olan su tamamilə quruyacaq. Ona görə bir riç olur. Bir də hər birinizə uğurlar. İnşallah növbəti hissədə dinləmə hissəsindən tərəfdə izah edəcəm.